Axşamınız xeyir dəyərli dostlar. Hər birinizi xoş gördük. Nə tərsiz, nə edirsiniz? Hər birinizin işiniz uğurlu, canınız sağ olsun. Mənimlə qaldığınıza görə sizə öz təşəkkürümü bildirirəm. Dəyərli dostlar, bugün mən pencər buğlaması, yəni biz tərəflərdə buna pencər buğlaması deyirlər. Bəzi yerlərdə, bəzi yörələrdə şilə deyirlər. Yəni bildiyim bugün mən pişirdiyim bax bu. Yağ, soğanı dağ eləmişəm, kartofunu atmışam və bu da düyüsü, dəyərli dostlar, düyü. Əmək köməkçi buğlaması bişirirəm. Əmək köməkçi buğlaması bişirirəm. Pencəri isə yaz başı bağdan yığdığımda dondurucuya qoymuşam, dondurmaya qoymuşam. Onu indi bax atıram qazana pişsin. Qatıq sarımsaqla çox gözəl olur, çox da. Hətta mən bunu pişirirəm belə biraz soyuqlayanda, xəstələnəndə içinə də biraz turşu atıram. Turşu ilə çox qəşəng alınır. İnan, bəlğəm sökücüdür. İnanın ki, bu çox gözəl, nətər deyim, sizə nətər başa salım, çox gözəl bəlğəm sökücüdür. Öz kürəyi kəsir. Üstünüzə sağlıq olsun. Bu arada mən biraz nasazam deyə bunu pişirirəm. Bax, dəyərli dostlar, hər birinizdən bir yorum, bir bəyənmə, abunə olmağınızı gözləyirəm. Hər birinizə başdan da öz təşəkkürümü bildirirəm. Allah sizi var eləsin. Dəyərli dostlar, yorum yazmağı, abunə olmağı, bəyənməyi unutmayın. Hər biriniz bir yorum, bir bəyənmə, abunə olsanız mənə xoş olar. Bax, dəyərli dostlar, kartofu da görsəndi. Bunu sonradan süfrəyə verəndə də biraz turşu qatacam. Yəni, insana çox xeyri var. Bu əmək köməkçinin insana çox bir xeyri var. Qışda mən ən çox belə qışda pişirirəm. Yazbaşı da pişirirəm. Yəni, açan oldu, təzə-təzə pişirirəm. İnşallah bu yaxınlarda da sizi məsələn, bağda, bağçada bitən nətər deyim, təbi otlardan qovurma eləməyimi göstərəcəm, dəyərli dostlar. Yəni ki, indi hər birinizə öz təşəkkürümü bildirirəm. Var olun, sağ olun, təzə videolara qədər.